Və aleykum salam və rəhmətullahi və bərəkatuhu. Qardaş, duha namazı barəsində soruşur. Duha namazının neçə rükət qılınması və fəziləti barəsində. Duha namazının neçə rükət qılınması barəsində alimlər arasında ixtilafdır. Bir qism alimlər ən çox 8 rükət, bir qism alimlər 12 rükət, bunu İmam Şafi və Əbu Hanifə demişdir. Və bir qism alimlər isə İstədiyi qədər 2 rükət qıla bilər, bunun həddi, hüdudu yoxdur. İstədiyi qədər qıla bilər bunu. Buna da ən aşağısı 2 rükətdir və bəzi alimlər bunun icma olduğunu deyirlər. Yəni 2 rükətdən aşağısı yoxdur. 2 rükətdir, sonra 4 rükətdə qıla bilər, sonra 6 da qıla bilər və həmçinin də 8, 10, 12 və çox qıldığını da bəzi alimlər demişdilər. Və vaxtı, birinci bunu zikr eləyəm, vaxtı sübh namazının vaxtı çıxandan 10-15 dəqiqə keçəndən sonra başlayır. Zöhr namazının girməyinə 10-15 dəqiqə qalmışa kimi duha vaxtıdır. Və elə adı da həmən o addan götürülmüşdür. Yəni həmən o vaxt duha vaxtıdır və namaz da o adla götürülmüşdür. Ən əfzəl vaxtı da günəşin ilk qızan vaxtıdır. Səhər vaxtı, o günəşin ilk qızan vaxtı ən əfzəl vaxtıdır. O ki, qaldı rükətləri barəsində Peyğəmbər s.ə.v necə ki, gəlibdir, bəzi rəvayətlərdə 6 qılıbdır. Məkkənin fəthi günü Peyğəmbər s.ə.v 8 rükət qılıbdır və Ayşə radiyallahu anhə buyurur ki, Peyğəmbər s.ə.v 4 rükət qılardı və istədiyi qədər də bunu artırardı. Və bəzi alimlər də buna əsasən demişdilər ki, istədiyi qədər də artırardı, yəni həddi hüdudu yoxdur. Bunu dəlil olaraq götürmüşdür. Və 2 rükət olmasına isə Peyğəmbər s.ə.v Əbu Dərdə, Əbu Zər və Əbu Hüreyrəyə tövsiyəsində Peyğəmbər s.ə.v necə ki, onlar buyurur ki, dostum mənə tövsiyə etmişdir ki, 2 rükət duha namazı qılmağı. Və bu da dəlildir ki, 2 rükətdə qılmaq olar. Və həmçinin də duha namazı Peyğəmbər s.ə.v buyurur ki, Adəm övladının hər gün üçün oynaqlar, bükəcəkləri oynaqları üçün sədəqə vardır. Və bunun da yerini 2 rükət duha namazı verir. Yəni, hər gün, doğan gün üçün Adəm övladlı o oynaqlarına görə Allaha şükür etməlidir. Yəni, Allah subhanət hala bizə bunu 360 dənə, necə ki, hədisdə buyurulur, 360 dənə bədəndə, hər bir yerində müəyyən yerlər var ki, həmin o yerdə oynaqlar var və buna görə Allah subhanahu və teala'ya biz şükür etməliyik. Və bunun da əvəzini nə verir? 2 rükət duha namazı. Və alimlər deyirlər ki, Peyğəmbər s.ə.v-dən duha namazını davamiyyətli qılmaq öz əməlindən gəlməyibdir ki, Peyğəmbər s.ə.v bunu davamiyyətli qılıbdır. Belə bir dəlil yoxdur. Amma Peyğəmbər s.ə.v-in sözündən buna dəlalət edən dəlil vardır ki, bu hədis ki var, Peyğəmbər s.ə.v deyir ki, Adəm övladının hər günü üçün oynaqlarına görə, yəni Rəbbinə ona görə nə etməlidir? Şükür etməlidir. Təşəkkür etməlidir və onun da əvəzini nə verir? 2 rükət duha namazı. Və insan da buna görə hər gün ən azı 2 rükət duha namazı qıla bilər və istədiyi qədər də bunu artıra bilər, necə ki, Ayşə radiyallahu anhənin hədisindəki kimi. Və fəziləti barəsində alimlər buyurublar, fəziləti barəsində Peyğəmbər s.ə.v buyurmuşdur ki, bu əvvabin namazıdır. Əvvabin, yəni Allaha çox yönələn, çox itayətkar şəxsin namazıdır. Yəni, kim ki itayətkarların içərisinə daxil olmaq istəyirsə də, onda duha namazı qılsın. Bu fəziləti əldə etmək üçün. Və həmçinin Peyğəmbər s.ə.v fəziləti barəsində buyurur ki, kim 4 rükət duha namazı qılarsa və zöhr namazından öncə 4 rükət namaz qılarsa, onun üçün cənnətdə bir ev tikilər. Yəni, bildiyimiz kimi gecə namazlarda olsun, istəyir günüz namazlarda 2 rükət qılınır. 2 rükət qılıb salam verirsən, sonra 2 rükət qılıb salam verirsən, bu formada qılsan. İstəyir, bu nafilə namazlara aiddir, vitr namazından başqa. Yəni ki, insan
2 rükət, 2 rükət qılır. Və duha namazları da belə. Yəni 4 rükət sən qılırsan duha namazını, ən azından, yəni ki, bu fəziləti əldə etmək istəyirsənsə də, sənin üçün cənnətdə ev tikilsin, o halda nə edirsən? 4 rükət duha namazı qılırsan və zöhr namazının ilk 4 rükətini də qılırsan, sənin üçün cənnətdə bir ev tikilir. Bu, sən 6 rükət qılsan da bunu sənin üçün olur. Yəni ki, 4 rükət qılsan, ən azından və zöhrdən öncəkini qılsan, sənin üçün cənnətdə ev olar. Və həmçinin başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, kim sübh namazını cəmaatla qılar, sonra gün çıxana kimi oturub Allaha zikr edərsə, sonra qalxıb 2 rükət namaz qılarsa, başqa bir ləfsində hədisdə gəlir ki, kim qalxıb 2 rükət duha namazı qılarsa, onun üçün tam həcc və ümrə savabı vardır. Bu da həmçinin duha namazının fəzilətinə dəlalət eləyir. Duha namazı ümumi dəlillərdən götürsək və Ayşə rədiyallahu anh hədisinə əsasən insan istədiyi qədər uzada bilər və bəzi sahabələrdən də buna dəlalət eləyən rəvayətlər var, əsərlər var ki, bəzi sahabələrdən gəlibdir ki, 100 rükət də qılardılar və bəzi alimlər, yəni ki, 8 rükət və bəzi alimlər isə 12 rükət demişdilər. Bu heç bir problem yoxdur. İnsan bunu davamiyyətli və istədiyi rükətlərdə qıla bilər və vaxtını da və fəzilətini də zikr etdik. Daha doğrusunu Allah bilir.